Salam dəyərli izləyicilər. Bu gün sizinlə sadə xəmirlə yaz mövsümünə uyğun yumşaq, çox ləzzətli pirajki resepti bölüşürük. Pirajkinin xəmiri üçün yarım kiloqram ələnmiş una 1 silə çay qaşığı duz qatıb, orta hissəsində çökəklik yaradırıq. Bura 5 qram yaş mayanı və yaxud da 1 silə çay qaşığı quru maya da götürə bilərsiniz. Və 320 ml, yəni 200 ml stəkanla təxminən stəkan yarımdan bir qədər artıq ilıq suyu da əlavə edirik. Əvvəlcə unun orta hissəsindəki mayanı suda həll edirik. Daha sonra unla qatıb yoğururuq və bura 2 xörək qaşığı da bitki yağı əlavə edirik. Biz günəbaxan yağından istifadə etdik. Siz də evdə işlətdiyiniz bitki yağından əlavə edə bilərsiniz. Xəmiri yaxşıca yoğurub hamar hala salırıq. Nəticədə belə yumşaq, hamar xəmir alınmalıdır. Xəmirin üzərini örtüb mayalanmağa qoyuruq və biz o vaxta qədər pirajkinin içliyini hazırlayırıq. İçlik yaza məxsusdur, göründüyü kimi. Bunun üçün əvvəlcə 3-4 dəstə göy soğanı incə-incə doğrayırıq. Göy ərtili, ləzzətli bir içlikdir. Biz sizinlə YouTube kanalımızda bir neçə növ pirajki içliyi paylaşmışıq. Bu dəfə istədik ki, yaza aid olsun, ona görə bunu seçdik. Yazın görək siz pirajkini hansı içliklərlə hazırlamısınız? Bu içlikdən istifadə etmisinizmi? Etmisinizsə xoşunuza gəlibmi dadı? Doğradıqca soğanı geniş bir qaba yığırıq. Daha sonra tavaya kərə yağı əlavə edirik. Yağ kifayət qədər isindikdən sonra doğradığımız soğanı da tavaya əlavə edib onu kərə yağında çox azacıq. Təxminən 1 dəqiqədən də az çeviririk ki, soğan biraz yumşalsın və dadlansın. Soğan artıq hazırdır. Ocağı söndürürük. Baxın belədir. Tava çox qaynar olduğuna görə qovrulma prosesinin davam etməməsi üçün onu dərhal içliyi hazırlayacağımız geniş bir qaba əlavə edirik. Daha ətirli və ləzzətli olması üçün içliyə bir balaca dəstə cəfərini, yəni petruşkanın sadəcə yarpaqlarını da incə-incə doğrayıb əlavə edirik. İçliyə həmçinin ölçüsündən asılı olaraq 5, 6, 7 ədəd soyutma bişmiş yumurtanı da xırda kub şəklində doğrayıb əlavə edirik. Bizdə xırda kənd yumurtası olduğuna görə 7 ədəd bişirdik. Doğradığımız yumurtanı da digər ərzaqların üzərinə əlavə edib, bura zövqə, damaq dadına görə duz, qarestiot və pul biber də əlavə edib qatıb içliyi hazır edirik. Əgər evdə varsa siz bura 60-70 qram sürkəcdən keçirilmiş Holland pendiri də əlavə edə bilərsiniz ki, həm içliyi bir araya toplasın, həm də daha ləzzətli olsun. Amma yoxdursa belə də ləzzətlidir. Xəmirimiz də mayalanıb, onu dəzgahın üzərində silindr formasına salıb hissələrə bölüb kündəliyib yığırıq. Daha dəqiq ümumi xəmiri 14 hissəyə bölürük. Çox gözəl xəmirdir. Əldə işlədikcə onu hiss edirsiniz. Maya kimidir, quyruq kimidir. Əgər xatırlayırsınızsa, biz sizinlə artıq bu xəmirlə ağciyərli içlikdən pirajkilər hazırlamışıq. Yəqin ki, aranızda izləyənləriniz olub. Yəqin ki, çox xanımlar bu xəmiri bilirlər, hazırlayırlar. Bilirlər ki, necə yumşaq, ləzzətli pirajkisi alınır. Həm də ki, canına çox yağ da çəkmir. Baxmayaraq ki, biz bura yumurta əlavə eləməmişik. Və mədəyə də ağırlıq, qıcqırma da vermir. Çox gözəl xəmirdir. Tutduğumuz kündələrin bir hissəsini bir qədər açıb yığırıq. Daha sonra pirajkiləri içləyib bükürük. Hər pirajkinin içərisinə bir dolu xörək qaşığı içlikdən qoyub onları üçbucaq formasında bükürük. İstədiyiniz formada bükə bilərsiniz. Klassik pirajki formasında da əsas dadıdır, xəmirin gözəlliyidir, içlikdir. Biz istədik ki, bu dəfə üçbucaq formasında bükək. Pirajkiləri içləyib büküb yığırıq. Xəmirin hamısını büküb bitirdikdən sonra qızardacağıq pirajkiləri və biz bu zaman çox yağ istifadə etməmək, yağı israf etməmək üçün pirajkiləri qızardacağımız qazançanı biraz dar ölçülü götürürük. Siz də belə eləyə bilərsiniz. Artıq hamısı hazırdır. Bunları bişirmək üçün qazançaya 1 stəkan günəbaxan yağı əlavə edib onu orta dərəcədə isidirik. Daha sonra hazırladığımız pirajkiləri bir-biri yağa əlavə edib onları bir neçə dəfə o üz bu üz çevirərək qızardıb yağdan yığırıq.
Bu qədər. Bu da bizim sizinlə paylaşmaq istədiyimiz xəmiri sadə, yumşaq, çox ləzzətli, içliyi də həmçinin fərqli, yaza məxsus pirajkilər. Baxın, üzəri necə xırçıltılıdır, içərisi yumşaq. Təzə bişəndə belə üzəri xırçıltılı olur. Qalanda təbii ki, yumşalır. Əgər istəyirsinizsə, yenə də təzə bişmiş kimi xırçıltılı olsun. Qoyun sobaya. Biraz qalsın, yenə də xırçıltılı olacaq. Təzə bişmiş kimi. Baxın, bu yumşaqdır, qalıb yumşalıb. Hər iki halda çox gözəldir. Möhtəşəmdir. Siz də hazırlayın. Əgər videonu bəyəndinizsə, like etməyi də yadınızdan çıxmasın. Şərhlərinizi gözləyəcəyik. Hələlik.